Burada tərkibində 22,5% kənar qarışıqları olan fosforit nümunəsinin 20 kiloqramından neçə kiloqram fosfor almaq olar? Biz burada 28-ci testdə ümumi 100%-dirsə 22,5 də kənardır. Demək biz 100%-dən çıxırıq 22,5-i və buradan alacağıq 77,5%. Və qısa tənliyini yaza bilərik buradan. Gəlin qısa tənliyini yazaq. Kalsium ortofosfat. Kalsium ortofosfatı 2 dəfə alınacaq 2 mol fosfor. Uzun reaksiyanı yazmıram. Qısa reaksiyalarla uşaqlar siz də yavaş-yavaş öyrəşin. İmtahanda zaman məsələsinə görə bizə çox kömək olur. Bəli, tapdıq. Burada 77,5% aldıq. Kənar maddəni kənarlaşdıraraq. Daha sonra biz 20 qramın, yəni 20 qram, 20 kiloqram 100% olarsa, burada 77,5%-imiz neçə olacaq? X də bərabərdir 15,5 kiloqram alacağıq. Daha sonra bizdə nə deyir? Kiloqramına neçə kiloqram fosfor almaq olar? Deməli, uşaqlar, 310 bizdə kalsium ortofosfatın kütləsi 310-dur. Düzdür? 310 qeyd edək. Fosfor isə 2 mol fosfor bizdə olacaq 62. Normalda 31-dir. 2-yə də vurduğumuz üçün 62 olur. Deməli, biz aldıq ki, ortofosfat 15,5. X, yəni fosfor nə qədər olacaq? Onun da bizdə qiyməti alınır 3,1. Bu da bizdə A variantı edəcək. 29-cu suala baxdıqda tərkibində 9% kənar qarışığı olan 20 qram kalsium fosfidin su ilə qarşılıqlı təsirinə neçə litr fosfin almaq olar? Burada biz yenə qısa reaksiya aparaq. Kalsium fosfid qeyd edək. Kalsium 3 B2 alınacaq 2 mol PH3. Biz bunu qeyd etdikdən sonra 9% kənar qarışığı deyir. Yəni 100%-dən çıxacağıq. 9% kənar qarışığı çıxırıq 100%-dən. O da edəcək 91%. İndi biz 91%, yəni 20-nin 91%-ini tapaq. 20-yə 100%-dirsə 91%-ə neçədir? Buradan biz X-i 18,2 alarıq. X-imiz də edəcək 18,2. Daha sonra 18,2-ni gətiririk burada. Kalsium. Deməli, kalsium fosfidin üzərinə qeyd edirik 18,2-ni. Kalsium fosfidin özünün kütləsi isə burada kitabda qeyd edib. Bir dəqiqə. Bəli, 182. Özünün kütləsi 182-dir. pH-ün daha sonra kütləsini qeyd edirik. pH-ün kütləsi bir dəqiqə. Yox. pH-ün kütləsini qeyd etməyiblər. Biz buradan pH-ün kütləsini, biz burada kütlə deyil, bizdən litrlə soruşduğu üçün
qeyd etməyiblər. Əgər kütlə ilə soruşsaydılar, burada pH üçün kütləsini qeyd edəcəkdilər. Litrlə dediyi üçün biz 2 moldu. Bunu silək. 2 mol vuraq 22/4. Burada x. Burada x-in də cavabı ixtisar aparsaq 182-nin 10 eləyəcək. Oradan da x alınır 4,48. Bu da cevabımız edir C variantı. Deməli biz burada 7,75 kilogramın 80%-ni tapırıq. Demək 7,75 edirsə 100%, 80%imiz neçə olacaq? Buradan biz alırıq 6,2, x-imiz edir 6,2 və gəlirik yenə əvvəlki testlərdəki kimi qeyd edəcəyik. Yəni 310-a 62 dirsə 6,2-yə nə qədərdir? Onu tapacağıq. O da ixtisarlarımızı aparsaq bu edir 10. Cavabımız edəcək x bərabərdir 1,24. Və 30-cu testdə cavab C variantıdır. Daha sonra 31-ci testə gəldikdə isə tərkibində 58% kalsium ortofosfat olan 50 kiloqram fosforitdə neçə kiloqram fosfor var? Yenə kalsium ortofosfatı qeyd edək. Kalsium 3PO4 2 dəfə. Fosforitdə neçə kiloqram fosfor var deyir. Qeyd etdik. Daha sonra deməli 50 kiloqram bunu nəzərdə tutur. 50 kiloqramın biz 58%-ni tapacağıq. 50 kiloqrama 100%-dirsə 58%-ə neçədir? Buradan biz hesablamamızı aparırıq. İxtisarlar gedir və biz buradan 29 alırıq və əvvəlki testlər kimi bunda hesablama aparacağıq. 310-a 62-dirsə, yəni buradan biz 2 mol fosfor alırıq. O da 2 mol olduğuna görə 62 qeyd etdik bura. 29-a x-dir. X-imiz də edəcək 5,8. 5,8 kiloqram. Yəni cavab edir 5,8 Y variantı. Gəlirik 32-ci suala. 32-ci sualımızda bizdən qatı nitrat və maqnezium ilə reaksiyaya daxil olan maddəni göstərin. Buradan demək, silisium maqneziumla natrium OH maqneziumla reaksiyaya daxil olmur. Qalanları nitrat, qatı nitrat turşusu ilə reaksiyaya daxil olmur. Burada hər ikisi ilə reaksiyaya daxil olan yalnız fosfordur. Daha sonra 33-cü testə gəldikdə fosfor 5 oksid üçün hansı ifadə doğrudur? Amfoter oksiddir, xeyr, turş oksididir qeyd etdik. P4 oksigen 10 formuluna malik dimer əmələ gətirir. Bəli, çünki bunları ixtisar aparsaq P2O5 alırıq. Yalnız qırmızı fosforun havada yandırdıqda alınır. Xeyr, həm qara, həm ağ fosforu da havada yandırdıqda biz P2O5 alacağıq. Daha sonra 34-cü sual. Ağ fosforun qırmızı fosfordan fərqləndirən nədir? Biz ağ fosforda dedik, karbon silisium 2-də həll olur. Qırmızı fosfor isə həll olmur. Suda həll olmaması hər üçünə aiddir. İyili olması, bəli, ağ fosfora məxsus bir xassədir iyili olması. Demək, burada 1 və 3 oldu cavabımız. 35-ci sualda ağ fosforu qırmızı fosfordan fərqləndirən nədir? Kristal qəfəsinin tipi, bəli, ağ fosfor molekulyar, digərləri isə atom kristal qəfəsinə malikdir. Yanma məhsulları, xeyr, zəhərli olması, bəli, 1 və 3-dür cavabı. Daha sonra 36-cı suala gəldikdə bizə burada
difosfor pentaoksid, yəni P2O5 nəzərdə tutulur. P2O5 veribdir və reaksiyaya daxil olan suyun kütləsini təqdim edibdir. Gəlin biz bunların hamısını 1 mola gətirək, yəni 1 mol vergülləri atırıq. Burada 18 edəcək, 54, 36. 1 molda 18 qram suyun kütləsi elə 1 mol verir bizə. 18-dir, biz bilirik ki, ml suyun, ona görə 1 olacaq. 54-də 3, yəni 54 18-i böləndə 3 edir. Daha sonra 36 isə 2 edəcək, yəni H2O olduğuna görə bu da 4 dənə hidrogen nəzərdə tutulur. Və reaksiyaların nəticəsində əmələ gələn turşuların əsaslığını müəyyən edir. Biz də əsaslıq deyəndə hidrogen indekslərini sizə demişdim ki, diqqət yetirin. Burada cavab 1, 3 və 4-dür. D variantı olacaq. Gəlirik növbəti sualımız. Hansı maddələr kibrit istehsalında istifadə olunur? Kibrit istehsalında biz dedik ki, sizlərlə qırmızı fosfor və kalium xlorat istifadə olunur. Sonraki 38-ci sualda hansı maddələrdən fosfor istehsalında istifadə olunur? Burada olacaq qum və kalsium ortofosfat. Koks da daxildir. Sadəcə ən uyğun cavab olduğu üçün bunu qeyd edirik. Daha sonra gəlirik 39-cu sualımıza. 39-cu sualımızda biz demişdik fosforun sənayedə alınma reaksiyasıdır bu. Burada alınacaq kalsium silikat, fosfor, CO qazı. Deyir maddələr hidrogenlə, oksigenlə daxil olur. Biz hidrogenlə və oksigenlə bilirik ki, CO daxil olur. Və hər ikisindən daxil olmayan fosfordur. Nə hidrogenlə daxil olur, nə də ki, oksigenlə daxil olmur. Deməli, cavabımız burada X maddəsi hər ikisindən daxil olur. Kalsium silikat qeyd edə bilərik. Y üçün heç birindən daxil olmur fosfor. Z üçün də CO qeyd edə bilərik. Növbəti sualımız.